Bir çanta alanda 100 dəfə götür qoy eləyir. Evlənəndə isə deyir, mən onu sevirəm, o da məni. Düşünməyə nə ehtiyac var? Ailə qurmaq üçün təkcə sevmək və sevilmək kifayət eləmir. Təkcə gözəllik və yaraşıq kifayət eləmir. Təkcə pul və maddi imkan kifayət eləmir. Təkcə əxlaq və mədəniyyət kifayət eləmir. Bunlar hamısı bir arada olmalıdır. Sən bunların hamısını nəzərə alaraq qərar verməlisən. Sevib ailə qurublar, indi ayrılmaq istəyirlər. Niyə? Yoldaşımın maddi durumu məni qane eləmir, dözə bilmirəm, ayrılmaq istəyirəm. Və yaxud yoldaşımın bu xüsusiyyətini heç cür götürə bilmirəm, mümkün deyil, boşanmaq istəyirəm. Axı sən bunları ailə qurarkən görmüşdün, bilirdin, bunlardan xəbərdar idin. Amma ailə quranda bunlar önəmini itirir və həmin adam elə bilir ki, sadəcə sevgi yetərlidir və ya düşünür ki, sadəcə maddiyyat önəmlidir. Sonradan peşman olmaq istəmirsənsə, evlənəndə mütləq bunların hamısını nəzərə almalısan. Bəzən hissiyata qapılıb onu düzəldərəm, buna dözərəm, bu xüsusiyyət önəmli deyil, əsas bu xüsusiyyətdir. Bunları düşünərək addım atırlar, amma sonrası peşmançılıq olur.